O hədis necədir? O hədisin müxtəlif nəfsləri var və hədis əzəmətli şəkildə deyildi ki, cahillik üzürdür. Nəinki cahillik o kişi üçün üzürüydü. Hətta kişinin övladları da belə cahillər. Çünki kişi dedi ki, mən sizin üçün necə at olmuşam? Dedilər, əla at olmuşam. Deyir, o zaman o ölsən, yandır. Yarımı quruya, yarımı suya atın. Allah məni yığa bilməsin. Hətta bir rivayətdə gəlir ki, Allah'a Allah'acam. Bu küfürlər, bu sözlər hamısı küfürdür. Hətta Rəbbimi anladım. Yəni Allah məni yığa bilməsin. Oğulları da bunu etdilər. Alimlər deyir ki, oğulları niye bunu etti? Oğulları bunu valideynlər yaxşılıq üçün etdi. Yəni valideynlərə yaxşılığı dindən bilirdilər. Halbuki bu şey küfürdür. Olmaz eləmək. Çünki vəsiyyət dinə ziddirsə, onu eləmək küfürdür. Onlar isə onun küfür olmasından zahir qalıb, valideynə yaxşılıq ibadətinə əməl eləmək elədilər. Alimlər deyir ki, burada nəinki ata küfrə düşür, hətta uşaqlar da küfrə düşür. Allahu Ekber. Yəni atadan əvvəl uşaqlar da küfrə düşür. Mühümdür. Oğullar uşaqlar da küfrə düşür. Allah Subhanahu niye onu bağışlayır? Allah Subhanahu onun cahilliyinin ona qalib gəlməsinə görə bağışlayır. Yəni kişi o qədər cahillik ona qalib gəlmişdi ki, hətta Allah Taala'nın qüdrətində şəkk eləmişdi. Başqa bir hədisdə buyurur ki, səhih hədisdir. Yəni bir günahkar bir kişi olur və o ölməmişdən öncə övladlarına deyir ki, mən öldükdən sonra məni yandırın və mənim külümü küləyə səpin. İn qadira aleyyə Rabbi leyuəzzibəni əzəbən mə əzzəbəhu əhədən. Deyir ki, əgər Rəbbim məni əzab verməyə qadirdirsə, onda mənə elə bir əzab verər ki, heç kəsə vermədiyi əzabı verər. Zahirən bu etiqad, zahirən bu söz küfürdür. İnsanı İslamdan çıxarandır. Yəni insanın etiqad etməsi, insanın deməsi ki, əgər Allah məni diriltməyə qadirdirsə, yəni insan şəkk edir ki, Allah onu diriltəcək yoxsa yox. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, övladları da belə edir bu kişinin. Və Allah subhanahu taala həmin kimsəni diriltir. Əlbəttə ki, Allaha çətin gələn bir iş yoxdur. Allah subhanahu taala onu diriltir və Allah subhanahu taala ona buyurur ki, mə həmələkə sana'tə hədə. Səni bunu etməyə məcbur edən nə oldu? Ki sən belə əmr etdin övladlarına. Və həmin adam deyir ki, Rabbi xəşyətək. Rəbbim səndən olan qorxum, sənə olan qorxum məni buna məcbur etdi. Məni bunu deməyə gətirib çıxardı. Və Allah subhanahu taala onun günahını bağışlayır. Və xülasə budur ki, hətta şirk məsələlərində, hətta tövhid məsələlərində şirkdə belə cahillik üzürdür. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Muhammedin və alə alihi və əshabihi əcma'in. Əmmə əbəd. Allah Əzzə və Cəllə qardaşlar bizə zeyğ əhlinin, qəlbində xəstəlik olanların vəsfini bəyan etmişdir ki, onlar möhkəmləri qoyub mütəşabihlərə baş vurarlar. Bu zəlalət dəvətçiləri də daima şirk əhlini müsəlman çıxartmaq üçün iki xislətlərini biruzə verərlər. Ya möhkəmləri qoyub mütəşabihlərə baş vurarlar, ya da mövzunun özlərinə sərf edən, batillərini azca da olsa dəstəkləyirmiş kimi görünən tərəfini zikr edərlər, geri qalan hissəsini batillərinə zidd olan yerlərini gizləyərlər. Kül hədisi haqqında danışan bu kəslərdə bu iki xislətin ikisini də açıq şəkildə görmək mümkündür. Biz bunu görürük. Birincisi, əgər bu hədis onların iddia etdiyi kimi şirk əhlinin, cahilliklə şirk edənin müsəlman olmasına dəlil olsaydı, bütün alimlər qısa olaraq deyərdilər ki, bu hədis dəlildir ki, cahilliklə şirk edən, küfr edən müsəlmandır. Vəssalam, bununla məsələ bağlanardı. Bunlar bu hədisi sanki bu barədə möhkəm bir hədis, qəti bir dəlilmiş kimi zikr edərlər, sonra İbn Teymiyyə və İbn Qayyim rahimahullahın görüşlərini özlərinə sərf edən şəkildə yozaraq, digər bütün görüşləri isə gizləyərlər. Halbuki görəcəksiniz ki, İbn Teymiyyənin və İbn Qayyimin hədis haqqında görüşü bunların görüşünü dəstəkləmir. Bunların görüşü deyil, tamamilə bunların görüşü ilə əlaqəsizdir. Qardaşlar, bu hədis haqqında ümmətin alimləri o qədər danışıblar, o qədər təvillər ediblər ki, o qədər ixtilaflar ediblər ki, sözün həqiqi mənasında adam az qala başını itirsin.
Və həmçinin hədisin ləfsləri üzərində kifayət qədər ixtilaflar var. Həm ləfs üzərində, həm də məna üzərində onlarla ixtilaf olan bir hədisi dəlil olaraq, hətta əqidədə dəlil olaraq irəli sürmək əsla və əsla əhl-i sünnətin yolu deyildir. Və biz Allah Əzə və Cəllənin izni ilə bu hədisin həm ləfs yönündən olan, həm də məna yönündən olan ixtilafların bir qismini zikr edəcəyik ki, haqq öz yerini tutsun. Bu hədisin rəvayətləri hədis kitablarında 4 qism üzərə gəlib. Bu hədisin rəvayətləri, yəni ləfsli, zahiri ləfsləri, mənası yox, hədisin zahiri ləfsləri hədis kitablarında 4 qism üzərə gəlib. Birinci, hədisdə keçən əgər Rəbbim mənə güc yetirərsə, لَاَنْ قَدَّرَ اللّٰهُ عَلَيَّ əgər Allah mənə güc yetirərsə kəlməsinin, yəni məni diriltməyə qadir olsa kəlməsinin keçmədiyi rəvayətlər. İmam Buxarinin səhihində Peyğəmbərlərin hədisləri kitabının Bəni İsraildən zikr olunanlar bölümündə 4-cü cild 169-cu səhifədə Hüzeyfə bin Yəmən radiyallahu anhudan rəvayət olunan uzun bir hədisdə belə buyurulur. Allah Rəsulü sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Bir nəfərin ölüm anı gəlmişdi. Həyatdan ümidini kəsdikdən sonra ailəsinə belə dedi. Mən öldükdən sonra mənim üçün çoxlu odun toplayın və alov qalayın. Alov ətimi yeyib sümüklərimə çatdıqda və sümüklərimi yandırdıqdan sonra onları yaxşı-yaxşı üyüdün. Sonra küləkli bir havada onu havaya savurun. Onlar da belə etdilər. Allah Əzzə və Cəllə onu bir yerə yığdı və belə dedi. Bunu nə üçün etdin? Həmən adam sənin qorxundan dedi və Allah Əzzə və Cəllə onu bağışladı. Bu hədisdə Allahın qüdrəti məsələsi zikr olunmamışdır. Bu rəvayətdə əgər Allah mənə qadir olarsa, əgər Allahın mənə gücü çatarsa ləfsi zikr olunmamışdır. Yenə İmam Buxarinin Peyğəmbərlərin hədisləri kitabında 4-cü cild 176-cı səhifədə Əbu Səid Əl-Xudridən fərqli rəvayətlərlə hədis zikr edilmişdir ki, bu hədislərdə də həmin söz keçmir. İkinci ləfs, həmən kəsin Allahın qüdrətini inkar etmədiyi rəvayətlər. Muhaddis İmam Qurtubi, Təlhis-u Səhih Muslim adlı əsərinin 2-ci cild 1218-ci səhifəsində Əbu Səid Əl-Xudri radiyallahu anhudan Allah Rəsulü sallallahu aleyhi və səlləmin belə dediyini nəql edir. Buyurur ki, sizdən əvvəlki qövmlərdə Allahın mal və övlad verdiyi bir kəs vardı. Bir gün övladlarına belə dedi, ya mənim əmr etdiklərimi edin, ya da mirasımı sizə yox, başqalarına verəcəyim. Öldükdən sonra məni yandırın, sonra məni üyüdün və küləyə savurun. Çünki mən Allah qatında heç bir xeyir iş görmədim və Allahın mənə əzab etməyə qüdrəti vardır. Allahın mənə əzab etməyə qüdrəti vardır. Onlardan söz aldı və onlar da bunun dediyini etdilər. Allah Əzzə və Cəllə onu diriltdi və belə buyurdu. Səni belə etməyə nə vadar elədi? Həmən adam səndən qorxduğum üçün dedi. Nəvəvi Müslimin şərhində 17-ci cild 73-74-cü səhifədə buyurur ki, və Allahın mənə əzab etməyə qüdrəti vardır ləfsi bizim diyarlarımızdakı nüsxələrin çoxunda keçir. Üçüncü ləfs, əgər Rəbbimin mənə gücü çatarsa, məni diriltməyə qadir olarsa ləfsinin keçdiyi hədis. Bu kəslərin danışdığı həmin ləfslə məşhur, həmin ləfslə keçən hədis. Bu hədisi də yenə İmam Buxari, Əbu Hüreyrə radiyallahu anhudan, yenə İmam Muslim, İmam Nəsai Əbu Hüreyrədən və Hüzeyfə bin Yəməndən rəvayət etmişdir. İbn-i Məcədə də bu hədis keçməkdədir. Dördüncü ləfs isə həmən kişinin tövhid əhli olduğu rəvayət. İbn Əbdilbər Təmhid əsərində buyurur ki, Rüvəyə min hədis Əbi Rafi' an Əbi Hüreyrətə fi həzihil hədisi ənəhu qalə rəculun ləm ya'məl xayran qattun illət tövhid. İbn Əbdilbər Təmhiddə buyurur ki, bu Əbi Rafi Əbu Hüreyrədən bu hədisi rəvayət edir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm dedi ki, tövhiddən başqa heç bir xeyir əməli olmayan kişi. İndi isə hədisin mənası üzərində alimlərin sözlərinə baxaq. Hədisi zahiri üzərə qəbul edib, bu kəsin Allah Əzə və Cəllənin qüdrətinə şübhə etdiyini deyən alimlər. Birinci İbn Teymiyyə rahiməhullah buyurur ki, bu adam Allah Əzə və Cəllənin qüdrətinə və küləklərin onun külünü sovurduqdan sonra Allahın onu geri dirildəcəyi haqqında şübhə etmişdir. Bu alimlərin ittifaqı ilə küfürdür. Amma o cahil idi və bunu bilmirdi.
Eyni zamanda Allah'ın onu cəzalandırmasından qorxan bir mömin idi. Buna görə də bağışlandı. Məcmül Fətava 3-cü cild 231-ci səhifə. Yəni İbn Qayyim rahimehullah buyurur ki, bu kəs dirilişdə və qüdrətdə şübhəyə düşmüş və heç bir xeyir işləməmişdi. Bununla yanaşı Allah ona, sənə bunu etməyə sövq edən nədir dedikdə, o səndən olan qorxumdur. Bunu sən daha yaxşı bilirsən demişdi. Allah xətalarını silərək onu bağışlamışdır. 3-cü İmam İbnül Vəzir rahimehullah buyurur ki, cəhalətindən Allaha və dirilməyə imanına görə ona rəhm edilmişdir. Cahil idi, amma Allaha və dirilməyə iman etdiyinə görə ona rəhm edilmişdir. İmkansız olduğunu zənn etdiyi Allahın qüdrətinin cahili olması isə küfür deyildir. İmkansız olduğunu zənn etdiyi Allahın onu diriltməyə qadir olmasının cahili olması isə küfür deyildir. Amma əgər rəsulların bununla gəldiyini bilərsə və bunun mümkün Allahın qüdrətində olduğunu öyrənərsə və sonra da rəsulları və ya onlardan birini yalanlayarsa, o halda kafir olar. Bu Allah Azze ve Celle'nin وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولَهُ ayəsinə uyğundur, ayəsinə görə belədir. Biz rəsul göndərməyincə heç kəsə azab etmərik. İsarul Haqq aləl xalq, səhifə 437. Yəni İmam İbnül Vəzir buyurur ki, bu kəsin Allah külləri soğurduqdan sonra onu təzədən yığmağa qadir olmasından cahil idi. Bu isə mümkünsüz olan bir şeydə şəkkə düşməkdir. Rəsullar gəlməyincə bu şeydə şəkkə düşən cahildir. Rəsullar gəlməyincə bu kəsə rəsul gəlməmişdir. Bu kəs ona görə bu haqda şübhəyə düşmüşdür. Yəni fətrət əhlidir. Fətrət əhli olduğu üçün də nədir? Cahil idi və ona görə də Allah onu bağışladı. Bu birinci qrup alimlərin görüşü. İkinci qrup alimlər hədisdə keçən qaddara və ya qadira kəlməsini qayyaqa və ya qada mənasında təfsir ediblər. Qayyaqa daraltmaq, sıxıntıya salmaq, qada isə təqdir etmək, qədərə yazmaq mənasında işlətmişlər. Hədisdə keçən لَاِنْ قَدَّرَ اللّٰهُ عَلَيَّ لِيُعَذَّبَنِ عَذَابًا مَا عَذَابَهُ أَحَدًا Əgər Allah mənə qadir olarsa, məni diriltməyə qadir olarsa, heç kəsə vermədiyi əzabı mənə verəcəkdir. Sözü haqqında deyiblər ki, buradakı qadira sözü və ya qaddara sözü təqdir etdi mənasındadır. Yəni, əgər Allah mənə əzabı təqdir edibsə, şübhəsiz əzab edəcəkdir. Həmçinin qadira kəlməsini daraltdı, sıxıntıya saldı, mənasında da olduğunu deyiblər. Yəni, əgər Allah məni çətin vəziyyətə salarsa və dirildərsə ki, onun məni diriltməyə gücü çatar, şübhəsiz mənə əzab edəcəkdir. Məsələn, İbn Əbdülbər rahimehullah buyurur ki, bu qəza mənasında olan qədərdir. Bu qəza mənasında olan qədərdir. Qüdrət və güc yetirmə mənasında deyildir. Yəni Allahın mənə gücü çatarsa, Allah məni diriltməyə qadir olarsa mənasında deyildir. İbn Əbdülbər deyir ki, bu hədisdə bu məna qəsd olunmur. Qəsd olunan qəza mənasındadır. Yəni bu Allahın bu ayəsində buyurduğu kimidir. Hansı ki Yunus əleyhissalam dedi ki, فَزَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ O zənn etdi ki, biz ona qadir olmarıq. Biz ona qadir olmayacağıq. Yunus əleyhissalam dəvəti tərk edib, o həmin diyarı tərk etdikdə, gəmiyə mindikdə, Allah Əzə və Cəllə onun haqqında buyurur ki, فَزَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ O zənn etdi ki, biz ona ləfs olaraq tərcümə etsək, Yunus əleyhissalam zənn etdi ki, biz ona qadir olmayacağıq. Bizim ona gücümüz çatmayacaq. Halbuki bu nədir? Bu küfürdür. Bu cürə etiqad küfürdür. Bir peyğəmbər haqqında bu cürə zənn etmək nədir? Küfürdür. Alimlər bu ayəni necə təfsir ediblər? Yunus əleyhissalam zənn etdi ki, biz onu sıxıntıya salmayacağıq, biz onu daraltmayacağıq, biz onu buna görə hesaba çəkməyəcək və s. Yəni bu qadira və yaxud qaddara daraltdı, sıxıntıya saldı mənasında işlənən sözdür. İbn Əbdülbər rahimehullah həmin hədisi Ənbiya surəsi 87-ci ayə ilə qiyas edərək, hansı ki Yunus əleyhissalam haqqında Allah Əzə və Cəllə dedi ki, فَزَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ Biz onu nəqdirə sözü, biz onu sıxıntıya salmayacağımızı, daraltmayacağımızı zənn etdi kimi təfsir edilmişdir. İbn Əbdülbər həmin hədisi də ona qiyas edərək bu şəkildə təfsir etmişdir. Yenə İmam Qastalani rahimehullah onun لَاِنْ قَدَّرَ اللّٰهُ عَلَيَّ Allah mənə qadir olarsa, məni diriltməyə qadir olarsa sözü
Əgər Allah ona daraldarsa, onu sıxıntıya salarsa mənasındadır. Bu söz həmən kəsin Allahın onu diriltməyə qadir olmasından, şübhəyə düşməsindən qaynaqlanan söz deyildir. Nə buyurur? Bu söz həmən kəsin Allahın onu diriltməyə qadir olmasından, şübhəyə düşməsindən qaynaqlanan söz deyildir. Əks halda inanmazdı. Bu əməlini Allahdan qorxduğu üçün etdiyini demişdir. İrşad-ı Sari, Şərh-i Sahih Buxari 10-cu cild 439-cu səhifə. İbn Cevzi buyurur ki, onun qüdrət sifətini inkar etməsi icma ilə küfürdür. Ancaq onun bu sözü daraltsa, sıxıntıya salsa mənasındadır. İmam Nəvəvi Müslimi şərh edən bir qrup alimin nəqillərini zikr edərək buyurur ki, bu sözü o kəsin Allahın qüdrətini nəf etdiyi mənasına yozması səhih deyildir. Həmin kəsin sözünü, əgər Allahın mənə gücü çatarsa, əgər Allah məni diriltməyə qadir olarsa sözünü, yəni qaddara sözünü Allahın qüdrətini nəf etdiyi mənasına yozması səhih deyildir. Çünki Allahın qüdrətinə şübhə edən kafirdir. Sözünün sonunda bu əməlini Allahdan qorxduğu üçün etdiyini demişdir. Kafir Allahdan qorxmaz və Allah onu bağışlamaz. Bu alimlər bu hədisin iki təvili olduğunu demişlər. Müslimi şərh edən alimlər, həmin hədisi şərh edən alimlər bu hədisin iki təvili olduğunu demişdir. Birinci, لَاِنْ قَدْرَ عَلَيَّ عَذَابَهِ yəni Allah mənə əzab yetirməyə təqdir edərsə, Allah mənə əzab verməyə təqdir edərsə, qadira şəddəsiz və ya qaddara şəddə ilə istifadə olunur və eyni mənadadır. Bu birinci təvil. İkinci təvil, buradakı qadira məni sıxıntıya salarsa mənasındadır. Necə ki, Ənbiya surəsi 87-ci ayədə Allah Teala belə buyurdu, buna görə də onu sıxıntıya salmayacağımızı zənn etdi. Yunus əleyhissalam buna görə də onu sıxıntıya salmayacağımızı zənn etdi. Qadi İyad rahiməhullah alimlərin Allahın sifətlərinin cəali haqqında ixtilafları zikr etdikdən və bunu İbn Cərir Ət-Təbəri və Məğribdəki Maliki alimlərindən nəqillərlə dəstəklədikdən sonra buyurur ki, Allahın sifətlərindən bir sifəti nəf edəni təkfir edən alimlər bu hədisə bir neçə yöndən cavab vermişdilər. Birinci, qadira kəlməsi qaddara, təqdir etdi mənasındadır. Belə ki, bu adamın şübhəsi Allahın onu diriltməyə qadir olması barəsində deyil, yalnız şəriətin gəlməsi ilə bilinən ölüləri diriltməsindədir. Yəni Allahın ölüləri dirildəcəyi şəriətlə bilinir. Yəqin ki, onlara bunu bildirəcək bir şəriət gəlməmişdir. Əgər gəlsəydi, bu küfr olardı. Şəriət gəldikdə isə bu əqillə mümkün olan şeylər qisminə daxil olur. Və ya qadirə sıxıntıya saldı mənasına gəlir. Belə olduqda isə bu adamın özünü yandırması, özünü alçaltmaq, öz əməllərinə qəzəblənmək mənasında olduğu aydın görünür. Əş-Şifa 1-ci cild 1083-cü səhifə. Yenə İmam Qurtubi rahiməhullah Ənbiya 87-ci ayəsini təfsir edərkən həmən ayəni bu hədislə təfsir edir və belə buyurur. Deyirəm ki, elm əhli heç bir xeyir əməl etməyən bu adamın öldükdən sonra özünü yandırmağı əmr edərkən övladlarına dediyi bu sözü iki mənada təfsir ediblər. 1. Bu sözün mənası Allaha and olsun ki, əgər Allah məni sıxıntıya salsa, məni hesaba çəkməkdə və günahlarıma görə məni cəzalandırmaqda qəti, ciddi davransa, əlbəttə mənə heç kəsə vermədiyi əzabı verəcək. Sonra şiddətli qorxusu səbəbindən özünü yandırmağa əmr etdi. İkinci təvil, bu sözün mənası, əgər Allah qədəri və qəzası ilə hər günah edəni günahına görə cəzalandırmağı təqdir edibsə, mənə heç kəsə vermədiyi əzabı verəcək. Bu hədisi hədis imamları Muvattada və başqa yerlərdə rəvayət etmişlər. Bu sözləri deyən adamın mömin və muvahhid olduğu sabitdir. İmam Qurtubi nə deyir? Bu sözləri deyən adam mömin və muvahhid idi. Belə ki, hədisin bəzi rəvayətlərində tövhiddən başqa heç bir xeyir əməl etməmişdir sözü keçmişdir. Allah ona bunu nə üçün etdin deyə soruşduqda səndən qorxduğum üçün demişdir. Qorxmaq isə ancaq təsdiq edən bir mömində olur. Belə ki, Allah Taala buyurur ki, qulları arasında Allahdan yalnız alimlər qorxar. Fatir surəsi 28-ci ayə. İmam Qurtubi bunu harda zikr edir? Təfsirul İmamul Qurtubi 5-ci cild səhifə 43. Yenə İmam Şəvkani rahimehullah Fəthul Qadir 3-cü cild 421-də Qadira sözünün mənası ilə əlaqəli Qurtubinin sözlərinə uyğun zikr etmiş,
bu sözün bu mənaya gəldiyini lüğət, təfsir imamlarından, tabeinlərdən və alimlərin cümhurunun sözlərindən nəqillərlə təsdiqləmişdir. Xülasə qardaşlar, adra və yaxud qaddara feilinin sıxıntıya saldığı və təqdir etdi mənasında gəldiyi lüğət imamları, təfsir imamları, İbn Abbas, Səid ibn Cübeyr, Ata, Qatadə kimi sahabə və tabeinlərdən isbat olunmuşdur. İbn Cərir və İbn Kəsir bu kəslərdən bu feilin bu mənaya gəldiyini isbat edən nəqillər zikr etmişdir. Sadəcə mövzu çox uzanacaq və dağılacağı üçün hamısını zikr etmirik. Məsələn, İmam Təbərinin, İbn Cərir Təbərinin təfsirində Ənbiya surəsi 87-ci ayə haqqında وَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ o zənn etdi ki, biz ona qadir olmayacağıq, bizim ona gücümüz çatmayacaq söz haqqında buyurur ki, Mərvan İbn Abbas'a dedi ki, o Allahın qüdrətinə şübhə etmişdir. Yəni Yunus əleyhissalam Allahın qüdrətindən şübhəm etmişdir. İbn Abbas dedi ki, xeyr. Buradakı qaddara və yaxud qadira sıxmaq, daraltmaq mənasındadır. Yaxşı, bəs bu adamın özünü yandırmasını əmr etməsinin səbəbi nədir? Qarşı tərəf etiraz edə bilər ki, madam ki bu adam Allahın qüdrətinə şübhə etmirdi, bu hədisdəki qadara kəlməsi qadir olmaq yox, təqdir etmək mənasında idi və ya daraltmaq, sıxıntıya salmaq mənasında idi. Onda bu adamın özünü yandırmasının nə mənası var ki? Mən Allahın məni diriltməyə qadir olacağına yəqinəmsə, niyə özümü yandırmağa əmr edim ki? Bu suala elm əhli müxtəlif cavablar veriblər. Biz də təbii ki, heç bir hədisə, heç bir ayəyə bu bəlamlar kimi öz nəfsimizdən hökmlər vermərik. Bunu heç vaxt etmədik və heç vaxt da etməyəcək Allahın izni ilə. Biz sələfiyik, alimlərə tabiyik, biz ittiba əhliyik, ictihad əhli deyilik. Alimlər nə deyibsə, onu deyəcəyik və susacağıq. Özümüzdən hədis danışıb, hədisdən müxtəlif batil ictihadlar etmərik. Hafiz İbn Əbi Həmzə rahiməhullah buyurur ki, bəlkə də tövbələrinin səhih olması üçün bu onların şəriətində səhih ola bilər. Bu adam ona görə özünü yandırıb ki, ola bilsin onların şəriətində özünü öldürmək tövbələrin qəbul olması üçün şərtdir. Belə buyurur. Belə ki, Bəni İsrailin şəriətində tövbələrinin səhih ola bilməsi üçün özlərini öldürməyə əmr olunduğu səbit olmuşdur. Hansı ki, Allah Əzzə və Cəllə Bəqərə surəsində bu qissəni danışır. Musa əleyhissalam dedi ki, "Faqtulu enfusakum", özlərinizi öldürün ki, Allah sizin tövbələrinizi qəbul etsin. Bunu Hafiz İbn Əbi Həmzə rahiməhullah Fəthül Bari bi Şərh Səhih Buxari 24-cü cild 106-cı səhifədə buyurur. Qadi İyad buyurur ki, onun bu əməli etməsi nəfsini alçaltmaq və Allaha etdiyi üsyanlarına qəzəb etməsinə görə idi. Əş-Şifa 2-ci cild 277-ci səhifə. Yəni Nəvəvi Müslimin şərhlərindən, şərh edən alimlərdən nəql edərək buyurur ki, onun belə vəsiyyət etməsinin səbəbi Allahın rəhmət etməsini umaraq günahlarına və həddi aşmalarına görə özünü cəzalandırmasına görə idi. Şərh-ü Müslim 17-ci cild 72-ci səhifə. Bu qardaşlar, birinci və ikinci qrup alimlərin görüşü. Birinci qrup dedi ki, İbn Teymiyyə, İbn Qayyim, İmam İbn Vazirin görüşü ki, onlar dedi ki, bu kəs Allahın qüdrət sifətinə, Allahın öldükdən sonra onu dirildəcəyini şübhə etmişdir. İkinci görüş isə digər alimlərin görüşü ki, onlar da deyir ki, buradakı qadira və ya qaddara kəlməsi təqdir etdiyi və ya daraltdı mənasındadır. O kəs Allahın qüdrətini şübhə edən kəs deyildi. Üçüncü qrup alimlər. Onlar deyir ki, bu kəs şübhə ilə yəqini qarışdığı bir üslubdan istifadə etmişdir. Bu kəs Allahın qüdrətindən şübhə etməmişdir. Sadəcə ərəb dilində məşhur olan bir üslubdan istifadə etmişdir. Bu şübhə ilə yəqinin qarışdığı üslubdur. Yəni bir şey haqqında yəqinsən, amma müxataba onu çatdırmaq üçün sanki şübhə içərisindəymiş kimi üslubdan istifadə edirsən. Nəvəvi Müslimin şərhində bu üslubu nəql edərkən belə buyurur. Bir qrup alimlər hədisdəki adamın sözü haqqında belə dedilər. Bu ərəb kəlamındakı məcaz növündəndir. Bu şübhə ilə yəqinin qarışdırılması adlanır. Məsələn, Allah Əzzə və Cəllə buyurur ki, Səba surəsi 24-cü ayədə Allah Əzzə və Cəllə buyurdu ki, de ki, elə isə biz ya da siz ikimizdən biri ya doğru yolda ya da açıq aydın azğınlıq içindədir. Peyğəmbərə deyir ki, onlara de ki, ya siz haqq üzərindəsiniz ya da biz haqq üzərindəyik. Sanki şübhə ilə yanaşır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm və yaxud digər peyğəmbərlər özlərinin haqq üzərində olduğuna şübhə mi edirdilər? Xeyr. Bu ərəb dilinin üslublarından biridir. Yəqin ilə şübhəni qarışdıraraq, əslində yəqinsən, amma yəqin ilə şübhəni qarışdıraraq bu üslubdan istifadə edirsən. Allah Əzzə və Cəllə nə dedi? Peyğəmbərə de ki, qövmünə de ki, ya biz ya da siz haqq üzərindəyik.
Halbuki möminlər, peyğəmbərlər, möminlər yəqin idilər ki, özləri haqq üzərindədirlər. Bu üçüncü qrup alimlərin görüşü. Dördüncü qrup belə demişdir. Bu kəs fətrət dövründə yaşayan kəs idi. Bu halda mücərrəd olaraq tövhid ona fayda verəcək. Nəvəvi bu qrup alimlərdən nəql edərək buyurur ki, bir qrup belə dedi. Bu kəs yalnız tövhidin fayda verdiyi fətrət zamanında yaşamış kəsdir. Və səhih olan görüşə görə şəriət gəlmədən əvvəl mükəlləfiyyət yoxdur. Bu Allahın bu ayəsinə görə belədir. Allah Azze ve Celle buyurdu ki, وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا Biz rəsul göndərməyincə heç kəsə əzab etmərik. Nəvəvi bunu Müslimin şərhində 17-ci cild 72-ci səhifədə buyurur. Qadi İyad bu görüşü nəql edərək buyurur ki, bu kəsin şübhəsi Allahın onu dirildə biləcəyinə qadir olmasında deyil, şəriətlə bilinən diriltmənin özündədir. Onlara onun üçün qətiyyət ifadə edən bir şəriət gəlməmiş ola bilər. Əgər gəlsəydi, bu küfr olardı. Necə buyurdu? Allahın qüdrətində şübhə etmirdi. Şəriətlə bilinən diriltmənin özünə şübhə edirdi. Yəni Fəthül Baridə isə deyilir ki, bu kəs yaradanı, xaliqi qəbul edən birisi idi və fətrət dövründə idi. Belə ki, ona imanın şərtləri çatmamışdı. Fəthül Bari 13-cü cild 290-cı səhifə. Şeyx Abdüllətif bin Abdurrahman rahimehullah buyurur ki, ailəsini özünü yandırmağa əmr edən kəsə gəldikdə isə, bu kəsə hüccət iqamə olunmamışdı. Fətrət əhli digər kəslərlə qiyas edilməz. Yəni bu alimlər bu kəsi fətrət əhli olaraq qəbul ediblər. Fətava Əimmətin Nəcdiyyə 3-cü cild 195-ci səhifə. Bu dördüncü qrup alimlərin görüşü. Beşinci qrup belə demişdir. Bu kəs Allahın sifətlərindən bir sifətdə cahil idi. Sifətin cahili olanın təkfirində isə alimlər ixtilaf etmişdilər. Nəvəvi buyurur ki, bir qrup da bu adamın Allahın sifətlərindən bir sifətin cahili olduğunu demişdir. Alimlər sifətin cahilinin təkfirində ixtilaf ediblər. Qadi İyad rahimehullah buyurur ki, sifətin cahilini təkfir edənlərdən birisi də İbn Cərir Ət-Təbəridir. Digərləri isə belə buyurur. Sifətdən cahil olan kəs təkfir edilməz və iman ismi ondan qalxmaz. Buradakı cəhalət qüdrətin əslində deyil. Qadi yadına buyurur, buradakı cəhalət qüdrətin əslində deyil. Adamın mümkünsüz zənn etdiyi bir şeyi üzərindədir. Bunu İbn Vəzir də nəql etmişdir. Bu 5-ci qrup. 6-cı qrup alimlər nə deyir? Onların şəriətində kafirin bağışlana biləcəyi görüşü. İmam Nəvəvi buyurur ki, bir qrup belə demişdir, onların şəriətində kafirin bağışlanma ehtimalı vardır. Ancaq Hafiz İbn Həcər Fəthül Baridə bu görüşü rədd edərək buyurur ki, bu görüşlərin içərisində ən uzaq olanıdır. Onların şəriətində Allahın kafiri bağışlayacağı görüşü ən uzaq görüşdür. Fəthül Bari 13-cü 290-cı səhifə. 7-ci görüş. Bu kəs bu əməli dəhşətli qorxu, ağlını itirmə dərəcəsində demişdir. Belə ki, ağlı başında və dediklərini dərk edəcək vəziyyətdə deyildir. Bu vəziyyətdə olan kəsdən isə məsuliyyət qalxmışdır. Nəvəvi buyurur ki, bir qrup alim bu kəs haqqında belə demişdir. Kəlimələr zahir üzərədir, amma bu kəs sözlərini idarə edib, həqiqi mənalarını qəsd edərək və bunlara inanaraq deməmişdir. Əksinə, dəhşətli qorxunun hakim olduğu bir halda demişdir. Belə ki, əqlini və dediklərini düşünmə qabiliyyətini itirmişdir. Bu miniyini itirən kəsin onu tapdıqda sevincindən Ya Rabbi, sən mənim qulum, mən sənin Rəbbinəm deyən kəsin halındadır. Bu adamın dəhşətli düşməsi səbəbi ilə kafir olmamışdır. Şərh-ü Müslim 17-ci cild 71-ci səhifə. Bəs qardaşlar, bu görüşlərdən ən racih olan, haqqa ən yaxın olan hansıdır? Ən yaxın olan sonuncu zikr etdiyimiz 7-ci görüşdür. Hafiz İbn Həcər buyurur ki, bütün bu görüşlər içərisində haqqa ən yaxın olan, ən racih olan görüş bu kəsin bu sözü dəhşətli qorxu anında dediyi görüşüdür. Belə ki, dediklərini dərk etməmiş və həqiqi mənanı qəsd edərək deməmişdir. Fəthül Bari 13-cü cild 290-cı səhifədə. Şeyx Abdullah bin Muhammed bin Abdülvahhab rahimehullah, Şeyx Muhammed ibn Abdülvahhabın oğlu buyurur ki, bu adam ümumi mənada Allaha iman etmişdir. Allahın mükafat verəcəyinə və öldükdən sonra cəzalandıracağına iman etmişdir. Bütün bunlar salih əməllərdir. Allah bu kəsi Allaha və axirət günə imanı səbəbi ilə bağışlamışdır. Amma şiddətli qorxusu səbəbi ilə xəta etmişdir. Xəta isə bu ümmətdən bir çox kəsin başına gəlmişdir. Xəta edənin təkfir edilməməsində isə ittifaq edilmişdir. Əd-Durər-ü-Səniyyə 1-ci cild 246-cı səhifə. İmam Qastalani'nin nəqlində İmam Nəvəvi də bu görüşə etimad edərək belə buyurur ki,
bunu dəhşət və qorxunun hakim olduğu bir vəziyyətdə demişdir. Bunların həqiqi mənasını qəsd etməmişdir. Əksinə nə dediyini dərk etməyəcək halda demişdir. İrşad-ı Sari, Şərh-ü Sahih Buxari, 10-cu cild 439-cu səhifə. Fayda olaraq Şeyx Fovzanın da görüşünü zikr edək. Buyurur ki, bu kəsin Allahın qüdrətini qəbul etdiyini düşünürəm. Lakin bunu yalnız var olanlara məxsus olduğunu düşünmüşdür. Bu səbəblə yox olmaq üçün yandırılmasını və havaya sorulmasını əmr etmişdir. Bu qüdrətin bir cüzündə şübhə etməkdir. Bu isə xəfi məsələdir. Qüdrətin ümumunu inkar etməmişdir. İndi siz deyin, bu hədis üzərində bu qədər görüş, fikir olduğu halda, racih görüşün bu olmadığı halda, sırf az da olsa öz batil məzhəblərinə uyğundur, deyək ki, uyğun deyil, qətiyyətlə yaxından uzaqdan əlaqəsi yoxdur, deyə bu hədisi dəlil gətirmək kimlərin üslubudur? Və sələfdən bu hədisi dəlil gətirərək Allah ilə yanaşı, cahilliklə başqasına ibadət edənin müsəlman olduğunu, müşrik olmadığını deyən bircə alimin adını deyə bilərsinizmi? Əsla və əsla deyə bilməzsiniz. Sələfdən bir nəfər də deyə bilməzsiniz ki, bu hədisi dəlil gətirərək demişdir ki, bu hədis dəlildir ki, Allah ilə yanaşı Allahdan qeyrisinə ibadət edən, cahilliklə ibadət edən müsəlmandır. Bunu əsla və əsla gətirə bilməzsiniz. Vallahi deyə bilməzsiniz. Şübhəsiz ki, bu müşrik müdafiəçilərinin üslubudur. Əhlüsünnə öz məzhəbini dəstəkləmək üçün əsla və əsla belə mütəşabih nəqilləri, hədisləri, ayələri dəlil gətirməz. Bunu yalnız müşriklərin vəkilləri edər. Bu sözü biz mi deyirik? Bu kəslərin müşriklərin vəkilləri, müşriklərin müdafiəçiləri sözünü biz mi deyirik? Təbii ki, xeyr. Onlara bu sözü Nəcd diyarının müftəsi Alləmə Abdullah Əbu Büteyn Ən-Nəcdi rahiməhullah deyir. Şeyx buyurur ki, müşriklərin vəkilliyini edən, müşriklərin müdafiəçiləri ailəsinə öldükdən sonra özünü yandırmağı vəsiyyət edən kəsin qissəsini dəlil gətirərək, cahil olduğu halda küfür, şirk edənin kafir olmadığını, ancaq inadla küfr edənin kafir olduğunu iddia etmişdilər. Halbuki bu adamın bağışlanma səbəbi risalətin ona çatmamasıdır. Bu səbəblə Şeyx İbn Teymiyyə rahiməhullaha görə hüccət çatmayan birisi sifətlərdən birində şübhəyə düşərsə kafir olmaz. Şirk edənin Allah ilə yanaşı Allahdan qeyrisinə ibadət edənin kafir olmaması haqqında dəlil olaraq gətirməmişdir. Buyurur ki, İbn Teymiyyə görə hüccət çatmayan birisi sifətlərdən birində şübhəyə düşən kəsin kafir olmaması haqqında dəlil olaraq gətirmişdir. Amma şirk və ona oxşar məsələlərdə isə kafir olar. İbn Teymiyyənin görüşünü öz şirki nəqdənizə dəlil gətirirsiniz. Halbuki İbn Teymiyyə bu hədisi, yenə dediyim ki, sifətlərdən bir sifət haqqında cahil olanın üzürlü olması haqqında gətirib. Siz isə onu aşaraq Allahdan başqasına ibadət edənin müsəlman olmasına dəlil gətirirsiniz ki, İbn Teymiyyənin görüşünün bununla heç bir əlaqəsi yoxdur. Necə ki, Əbu Büteyn rahiməhullah buyurdu ki, İbn Teymiyyə görə hüccət çatmayan birisi sifətlərdən birində şübhəyə düşərsə kafir olmaz. Amma şirk və ona oxşar məsələlərdə isə kafir olar. Siz əgər İbn Teymiyyənin, İbn Qayyimin görüşünü qəbul edirsinizsə, hüccət kimi qəbul edirsinizsə, yalnız Allahın sifətlərindən bir sifətdə şübhəyə düşən kəsin təkfir edilməməsi məsələsində qəbul edə bilərsiniz. Çünki həmən alimlər bu məsələdə bu hədisi dəlil gətiriblər. Siz isə adətiniz üzrə İbn Teymiyyənin, İbn Qayyimin sifət məsələsində şübhəyə düşənin təkfir edilməsi məsələsini Allah ilə yanaşı başqasına ibadət edənin təkfir edilməməsini dəlil gətirirsiniz ki, bu zeyğ əhlinin qiyasıdır. Halbuki İbn Teymiyyə, İbn Qayyim sifətlərdə şübhəyə düşəni təkfir etməsə də, böyük şirk edəni təkfir etmişdir. Bunu biz demirik. Kim deyir? Nəcd diyarının müftisi Alləmə Əbu Büteyn rahiməhullah. Yəni, bu hədis haqqında 7-8 görüş mövcuddur. Heç biri sizin batil, çürük əqidənizi təsdiq etmir. Bu əsrdə siz əlavə görüş uyduraraq, bu hədisi Allah ilə yanaşı başqasına ibadət edənin müşrik olmadığına dəlil gətirərək, özünüzdən əvvəlki bütün ümmətin bütün alimlərinə müxalifət etmişsiniz. Ona görə daima deyirik ki, sizin ittiba etdiyiniz, söykəndiyiniz sələfdən bircə dənə də alim yoxdur. Bu günə qədər Allah ilə yanaşı cahilliklə başqasına ibadət edənin müsəlman olduğunu deyən sələfdən bircə dənə nəqil gətirməmsiniz. Yəni, son olaraq əhl-i sünnətin istidlal, dəlil gətirmə üsul haqqında bir neçə qayda da zikr edək ki, bu mövzunu bağlayaq. Ki, üsulda məşhur qaydadır. İddia edilən şeyə gətirilən dəlil iddianın özündən daha açıq,
daha başa düşülən və daha sadə olmalıdır. İndi sual verirəm, sizin Allah ilə yanaşı Allahdan qeyrisinə ibadət edənin müsəlman olması haqqında gətirdiyiniz iddianıza gətirilən kül hədisi bu iddianızın dəlilidir. Bu iddiadan daha açıq, daha sadə, daha başa düşüləndir. Şübhəsiz xeyir. Biz bu hədis üzərində gətirilən görüşlərdən hər hansı birini qəbul edən, bu 7 görüşdən hər hansı birini qəbul edən haqqında şübhəsiz ki, heç bir şey demirik. Bu sələfin görüşlərindən birisidir. Amma sizin uydurduğunuz öz batil, çürük əqidənizi isbat etmək üçün uydurduğunuz əsla sələfə söykənməyən, bu əsrdə özünüz kimi bəlamların uydurduğu 8-ci görüş isə sələfin görüşü deyildir. Bu, qəlbində xəstəlik olanların, qəlbi xəstələrin və yahudilər kimi haqqı gizləyənlərin görüşüdür. Sübhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.